İşçilərini təhlükəsiz əməyə cəlb etməyənlər qanunla cəzalandırılsa da, təəssüf ki, təkcə ötən il ərzində bədbəxt hadisə nəticəsində onlarla işçi həyatını itirib, yüzlərlə işçi isə sağlamlığından olub. Dövlət Əmək Müfəttişliyi Xidməti kimlərin ödənişli əmək məzuniyyətindən yararlana biləcəyinə və atalıq məzuniyyətinə çıxacaq şəxslərin adını açıqlayıb. Digər açıqlamaları əməkdaşımız Rəşad Vəkiloğlu çatdıracaq. Ötən il istehsalatla əlaqəli 618 bədbəxt hadisə qeydə alınıb ki, bunlardan da 75-i ölümlə nəticələnib. 618 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İstehsalatla əlaqəli bədbəxt hadisələrin əsasən tikinti, mədən çıxarma, emal, enerji, nəqliyyat və başqa sektorlarda baş verdiyi müəyyən edilib. Keçən il 6857 halda inzibati xəta hadisəsi ilə üzləşmişik və bu hallar üzrə 10 milyon manatdan yuxarı inzibati cərimə tərtib olunmuşdur. Uşaq əməyinin istismarının qarşısının alınması istiqamətində dövlət orqanlarından daxil olmuş materialların araşdırılması zamanı 15 yaşına çatmamış 6 şəxsin işə cəlb edildiyi, bir nəfərin isə həyatına, sağlamlığına və mənəviyyatına təhlükə yaradan işlərə cəlb edildiyi müəyyən edilib. Qürurverici haldır ki, ölkəmizdə uşaq əməyinin istismarı çox aşağı səviyyədədir və mən hesab edirəm ki, biz bu uşaq əməyi üzrə konvensiyanı tam əməl edən ölkələrdən biriyik. Xidmət rəisi ödənişli atalıq məzuniyyətinin kimlərə və hansı şərtlərlə verilməsinə, eləcə də əmək məcəlləsində edilən dəyişikliklərə əsasən 46 günlük əmək məzuniyyətinin alacaq şəxslərin kateqoriyasını da sadalayıb. Vətəndaşın müraciəti olmalıdır. Vətəndaşın müraciəti olduqda müvafiq olaraq atalıq məzuniyyətinə verilir. Sadəcə olaraq əhatə dairəsi genişlənib. Burada ailə vəzifələri olan adamlar və yaxud sosial yönümlü daha həssas olan adamlar Vətən müharibəsinin ordenlərinə layiq görülmüş şəxslərə əlavə məzuniyyətin verilməsi nəzərdə tutur. Vəli Quliyevin sözlərinə görə ölkədə saat hesabı əmək haqqı keçid layihəsi hazırda hökumətə təqdim edilib və müzakirə çərçivəsindədir. Bəs yeni dəyişikliyə əsasən hansı sahələr üzrə işçilər saat hesabı əmək haqqı alacaqlar? İlkin mərhələdə keçid üçün nəzərdə tutulub ki, natamam əmək müqavilələri ilə işləyənlər və bir ayadək əmək müqaviləsi bağlayan şəxslər saat hesablı əmək müqavilələrində çalışsın. Bəzi hallarda işə götürənlər işçiləri əmək müqaviləsi bağlamadan çalışdırır. Bu sahə işçinin sosial hüquqlarının, o cümlədən əmək stajının itirilməsi ilə nəticələnir. Bəs sonradan qanun həmin şəxsin itirilmiş əmək stajının bərpasına icazə verirmi? Stajın bərpa edilməsi sualı məncə mümkün deyildir. Çünki artıq həmin dövr itirilmiş dövrdür. Dövlət Əmək Müfəttişliyi tərəfindən ötən il ərzində əmək müqaviləsinə qanunsuz xitam verilmiş 89 nəfəri işinə bərpa edib. Həyata keçirilmiş tədbirlər nəticəsində vətəndaşlara gecikdirilmiş 842 min manata yaxın vəsaitin ödənilməsi də təmin edilib. Rəşad Vəkiloğlu, Pərviz İlqaroğlu, Space xəbər.